Qadınlarda göbələk xəstəliyi əsasən qadınları qaşınma, uşaqlıq yolunda ifrazat, qızartı ilə narahat edən problemdir. Sual verə bilərsiniz, doktor, normalda göbələklər uşaqlıq yolunda yaşayırmı? Bəli, göbələklər normalda laktobacillərlə birgə uşaqlıq yolunda bir dəngə şəklində yaşayırlar. Bu balans pozulduqda qadınlarda göbələyin səviyyəsi artdıqda kandidoz xəstəliyi baş verir və bu hal nə zaman olur? Əlbəttə ki, uzun müddətli antibiotik qəbulundan sonra, xroniki qəbizlik və yaxud da ishaldan sonra bir qadın əgər günlük rasionunda daha çox karbohidratdan, kofedən, şəkərdən istifadə edərsə, bu uşaqlıq yolundakı göbələk xəstəliyinin inkişafına gətirib çıxarır. Bir də mən burada incə bir nüansı unutmamağınızı tövsiyə edirəm. Əgər siz iç paltarlarınızı çox dar geyinirsinizsə, gün ərzində çox dar taytlardan istifadə edirsinizsə, bu da sizdə göbələk xəstəliyinin yaranmasına şərait yaradacaqdır. Əziz xanımlar, göbələk xəstəliyi cinsi infeksiya deyil. Lakin vaxtında diaqnoz qoyulub müalicə almadıqda gələcəkdə çox ciddi ağrı fəsadları da sizi üzləşdirə bilər.